Namzədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə. Buyurun. Əziz bacılar və qardaşlar, mən bu seçkilərə əsas devizimlə gedirəm. Bu devizdə vətənin dayağı ana, müəllim və hərbiçidir. Nə üçün ana, vətən, müəllim və hərbiçi? Bunu sonra davam etdirəcəm. Çox sağ olun. Əziz bacılar və qardaşlar, mən dedim ki, açmamı verəcəm ki, nə üçün vətənin dayağı ana, müəllim və hərbiçidir. Ananın təbiətən yaranmış ən böyük borcu övlad dünyaya gətirməkdir, onu tərbiyə etməkdir. Və mənim fikrimcə, sosial-demokrat olaraq, ana ancaq övladı dünyaya gətirib, onu tərbiyə etsə, böyük bir iş görmək olacaq. Amma biz deyirik ki, vətən övladı. Vətən övladısa, analar küçələrdə dirənməməlidirlər, yer yumamalıdırlar, küçə süpürməməlidirlər. Onlara dövlət iki uşağa elə təminat verməlidir ki, onlar firavan həyat yaşasınlar, sakitçi öz övladlarından vətəndaş və vətənpərvər böyütsünlər. Müəllimlər bizim hamımıza savad verirlər, bizə dünyaya göz açdırırlar. Müəllimlər o qədər böyük maaş almalıdırlar ki, repetitorluq eləməsinlər. Bütün qüvvələrin dərs saatlarında xərcləsinlər bizim balalarımıza, onlara savad versinlər. Sonra açıq ürəklə geçsinlər evə, öz balalarını tərbiyələsinlər. Və cəmiyyət vətəndaş və vətənpərvər alsın. Və nəhayət, ordu spesifik bir şeydir. Hərbiçi vətən naminə, düşməni məhv eləməyə öyrəşmiş peşəkar insan olmalıdır. Bu 18-20 yaşında uşaqlar olmamalıdır. Bu 25 yaşından sonra təhsilin almış, peşəyə yiyələnmiş, ailə qurmuş insanlar olmalıdır ki, onlar vətəni qorusunlar, vətənin düşmənlərdən azad etsinlər. Belə olduqda cəmiyyətimizdə oliqarx, məmur, deməli, biznesmen deyil, ana, müəllim və hərbiçi ən şərəfli vəzifə olsa, ən böyük təminat olsa, onda bizim ordumuz elə olar ki, düşmənlərimizi Azərbaycan torpağından qovarlar və bizim ordumuz vətənpərvər və vətəndaşlardan ibarət olar. Çox sağ olun, davam etdirəcəm. Çox sağ olun. Əziz bacılar, qardaşlar, mən heç kəslə mübahisə etmək fikrim yox idi. Düşünürdüm ki, bugün hamı öz platformasından danışacaq. Lakin əfsuslar olsun ki, kimsə təhqir eləyir, kimsə yalan danışır və necə Rüstəm İbrahim qoydu Milli Şuranı qaçdı, indi Cəmil Həsənli də mübahisə gedəndə ona söz demək istəyəndə qoydu yenə qaçdı. Bunlar qaçan qəhrəmanlardır. İkinci Zahid Orucu demədi ki, müxalifət gəlsin, daşqınların qarşısını alsın. O dedi ki, biz sizdən bunu tələb etmirik. O ki, qaldı İlyas İsmailova. İlyas İsmailov haqqında bir söz deyirəm. Yaxşı ziyalıdır, yaxşı şeydir. Amma burada dedilər ki, o SSR bəyanında 2 nəfər ən yüksək vəzifə tutulur. Yəni biri Milli Lider Heydər Əliyev, biri də İlyas İsmailov. İlyas İsmailov SSR prokurorluğunda İslah Əmək düşərgələrində nəzarət üzrə prokuror olub. İslah Əmək düşərgələrində nə özbaşınalar olur, bunu Pəpə də yiyəndə bilir, Məmə yiyəndə bilir. Və ayrı bir məsələ ki, əzizim, bir şey deyəndə fikirləşin. Bu adam baş prokuror olub, Respublikada, bir prokuratura necə təmiz olub, bu adam ədliyyə naziri olub, hakimiyyət dəyişdi, bunu qoyan adam getdi, Heydər Əliyevlə də bir naziri oldu, onu işdən çıxardandan sonra birdən-birə oldu müxalifətçi. Çox qəribə bir şeydir. Prezidentə deyirlər, kadr islahatları apar, işdən çıxardan kimi qaçırlar onları müxalifətçi. Mən belə digər müxalifətçiləri nəzərdə tutmuram. Vəzifədən gəlmiş müxalifətçiləri nəzərdə tuturam. Biri kiminsə katibəsi olur, işdən gedir olur müxalifətçi. Olmaz belə. Və bir şey demək istəyirəm, o dedi ki, kolxozçular və s. Valla mən Bakıda doğulmuşam, müəllim ailəsində, rayonda yaşamamışam. Rayonda yaşamaq pis şeydir, yaxşı şeydir, kolxozçu olmaq pis şeydir. Amma valla Cəmil bəylə Alar kəndində Fərhad Əliyevlə bir yerdə boyun otarmamışam. Bunu bilirəm. O ki qaldı, deyir ki, mən sonradan bildim. Necə olur? Sən 10 il deputat olursan, 10 il millət vəkili olursan, ağzını açmırsan, heç nə demirsən, deputat seçilmədikdən sonra başlayırsan ki, nələr var, nələr var. Deyir ki, Washington Post elə yazıb, Washington Post belə yazıb. Brett Steve Kebbels qəzeti yazıb ki, Milli Şurada bir dənə də düşüncəli adam yoxdur. Bunlar vaxtı ilə hakimiyyətə gəlmiş, hakimiyyəti qoyub qaçmış, ölkəni vətəndaş müharibəsi qarşısında qoyub qalmış insanlardır. Mənim əziz xalqım, heç vaxt söz pəhlivanlarına, sizi ortada qoyub qaçanlara inanmayın. Burada İqbal Ağazadə dedi ki, qalxmalıdır, ayağı dəyişiklik olmalıdır. 2003-də qabağa düşmüşdü. Xalqı dağılca apardı, sonra dedi ki, məni zor elədilər, mənimini yenədi, o da qoydu qaçdı. Bunların bir adətidir belə qoyub qaçmaq xalqı. Acamaat, bilin, əgər bu insanları siz seçsəniz, sabah onlar sizi yenə də qoyub qaçacaqlar. Necə vaxtında Əbülfəz Əliyev qoydu qaçdı. Sonra deyəcəklər ki,
Daxildə düşmənlər var idi, xarici düşmənlər var idi. Bütün ölkələrin düşmənləri də var, dostları da var. Ola bilməz ki, hansısa mənə dünyada bir ölkə göstərir ki, onun hamı dostudur. Amerika Birləşmiş Ştatlarında düşmənləri çoxdur. Böyük Britaniyanın da, Almaniyanın da və s. Və bir də deyilir, mütləq dəyişiklik olmalıdır. Əlbəttə mən dəyişiklik istəyirəm. Mən prezidentliyə namizəd elə sürmüşəm və istəyirəm bu seçkilərdə qalib gəlib. Amma deyir ki, dəyişiklik olmayanda totalitarizm olur, avtoritarizm olur. Məgən Kohl 16 il Böyük Britaniya, Almaniyanın kansleri oldu. Almaniyada avtoritarizm, totalitarizm şey oldu. Thatcher neçə müddət ölkəni idarə elədi. O Böyük Britaniyada avtoritarizm, totalitarizm oldu. Və dəyişiklik namı dəyişiklik olanda düz deyir, ərəb baharı kimi olur. Xalqı qırdılar, ərəb dünyasını bir 50 il azı, 100 il maksimum yerə atdılar və indi də deyirlər ki, biz ondan, mən adam tanıyıram ki, müxalifət lideri deyildi, kaş Bakıda bombardman eləyədilər, biz də biraz hakimiyyətə gələydik. Hayla gələn, vayla gələn. Mursinin taleyini qoysunlar öz göz qabaqlarına və Azərbaycanı Bakıda heç kəs bombardman etməyəcək. Çünki xalq var.